Bu dəfəki rubrikimiz ünsiyyət rubriki ilə bağlıdır. Ünsiyyət rubrikinə biz diqqət yetirsək, bilirik ki, ünsiyyət rubrikidə real dünya problemlərinin həlli və innovasiya kimi 4 kodlanır. Birinci səviyyədə tələbələr süni intellekt anlayışı və bir sadə tətbiq nümunəsi barədə bir cümləlik qısa şərh yazırlar. Verilən situasiya süni intellektin sahibkarlıqda tətbiqinin üstünlükləri və riskləri adlı bir mövzu əhatə edir və burada bir cümləli şərh bizim açar sözümüz olmalıdır. Çünki biz demişdik ki, ya birinci kodda pasiv dinləyici rolunda olmalıdır öyrənən, ya da ki, qısa cavab, konkret bir fikir və yaxud da bir cümlə bildirməlidir. Biz bunu nümunə olaraq təqdim edirik ki, sizdə daha aydın fikir formalaşsın. Orada da bir cümləli şərh olduğuna görə biz bunu açar söz kimi götürəcəyik. Sonra keçid edirik ikinci rubrikimizə. İkinci rubrikimizdə gəlir tələbələr mühazirə zamanı süni intellektin biznesdə tətbiqini şəkil və cədvəllərlə nümayiş etdirərək izah edirlər. Artıq burada genişləndirilmiş ünsiyyətdən bəhs edir. Biz demişdik ki, səviyyə 2-də ya genişləndirilmiş ünsiyyət olmalıdır, ya da multimodal vasitələrdən istifadə edilməlidir. Hal-hazırda görürük ki, şəkil cədvəllə nümayiş edilib, həm də ona izahat verirlər. Kod 3-də isə tələbələr süni intellekti iş yerlərini azaldır tezisini fakt və nümunələrlə yazılı şəkildə əsaslandırırlar. Biz demişdik ki, mütləq lazımdır ki, kod 3-də ya auditoriya olsun, ya da onu auditoriya yoxdursa, dediklərini fakt və ya sübutlarla izah etsinlər. Biz də burada fakt və nümunələr ifadəsini görmüş oluruq. Səviyyə 4-ə keçid etdiyimiz zaman ssenaridə qeyd olunub tələbələr süni intellektin sahibkarlıqda üstünlükləri və risklərini statistik qrafiklərlə ilmi seminar auditoriyası üçün təqdim edirlər. Biz demişdik ki, mütləq lazımdır ki, dedikləri fakt və tezislərlə dəstəklənməlidir. Hal-hazırda qrafiklər görünür və onun auditoriyası da var. Elmi seminarda təqdim olunması da həmin auditoriyada nümayiş etdirilməsi deməkdir. Bu qədər. Güman edirəm ki, süni intellekt mövzusunda yazılmış bu nümunə sizin ünsiyyət rubrikası ilə bağlı qalan suallarınıza aydınlıq gətirmiş olacaq.